Bismillahirrahmanirrahim. Salam əziz Zəhra TV izləyiciləri, xoş gördük hər birinizi. Mövzumuz Qurani-Kərimdə xof və hüzünlə bağlıdır. Qonağımız isə ilahiyyatçı Qurban Cəfərovdur. Mənim xoş gəlmisiniz. Salamun əleykum qardaş, xoş gördük. Mənim qiblənin təyinatında Allah peyğəmbərə buyurur, məndən qorx, onlardan yox. Onlar deyəndə kimlər nəzərdə tutulur? Allahümmə salli alə Muhammed və ali Muhammed. Bismillahirrahmanirrahim və bihi nesta'in innehu xeyru nasirin və mu'in və sallallahu alə rasulihil əmin. Rabbi şrah li sadri və yessir li əmri və ahlul uqdeten min lisani yefqahu qavli. Və haqqi Fatimə və əbiha və bə'liha və bəniha və sirril müstəvdəri fiha. Allahümmə salli alə Muhammed və ali Muhammed və accil fərəcəhum. Çox sağ olun qardaş. Allah hər kim bu yolda nə növü ilə xidmət eləyir. Zəhmət çəkir, xidmətlərin və zəhmətlərin qəbul eləsin. Amin inşallah. Bizi də ölən günümüzə qədər öz yolundan ayırmasın. Və bu yolda nə qədər tövfiqət tapmışıq, Allahın dinindən danışaq. Allah günahlarımıza görə rəhmətinə xatir əlimizdən almasın inşallah. Amin. Baxın qardaş, o ki mövzumuza uyğun olaraq Qurani-Kərimdə xof barəsindəki mövzu açmışıq ki, Allahın biz neçə çəkilişdir ki, insanların xofundan, mədh olunan xofdan, məzəmmət olunan xofdan, ya mədh olunan huzundan, kədərdən, qəmdən, ya məsələn məzəmmət olunan huzundan, kədərdən ki, danışmışdıq. İndi qiblənin təyinat mövzusunda, qiblənin dəyişmək mövzusunda Allah mütəalanın Peyğəmbərə əmri var. Xofu Allah özü neyniyir? Əmr eləyir. Baxın, keçən dəfə biz oxuduğumuz ayədə, keçən verilişdə Allah Peyğəmbərə deyirdi ki, de mən qorxuram Rəbbimə üsyan eləməkdən, qiyamətin o səhnəsindən qorxuram, Rəbbim müqabilində üsyan eləyəm. Deyirdi Peyğəmbərə, deyirdi sən de onlara. Bu ayədə sərihən Peyğəmbərə Allah əmr eləyir. Yəni, baxın, bu əmrdə məqsəd budur ki, Allah istəyir ki, bəndələri bu halətdə görə. İlahi əmrdir da. Necə ki, Peyğəmbəri o halətə əmr eləyib və Peyğəmbər o halətdə olub, eynən də nə eləyib? İstəyir bəndələr də bu halətdə olalar. Yəni, bu qorxunun içində olalar. Yəni, qorxmalı varlıq varsa, bu Allahın özüdür. Yəni, ondan qeyrisinə layiq deyil insan qorxa. Özdə baxın, söhbət burada adi işdən getmir ki, insan bəzi işlər görə bilər ki, boynunda məsuliyyət olmaz. Onu bilməyəkdən yerinə yetirər, kiminsə xofu onun qəlbinə dolar. Bu normal bir dənə haldır. İnsan xəta eləyəndə bu cür olar. Bir də var ki, Allah birbaşa xofun özünü əmr edib. Qorxunun özü əmr ünvanında gəlib Qurani-Kərimdə. Bu mətləb xüsusi bir bəhsidir ya. Ki, Allah xofu əmr edib. Bir var bir işə əmr eləyən müqabilində insanın halətində qorxu baş verər. Bir var haləti qorxunun özünü əmr edib. Ki, insan sən mütləq bu qorxu halətində olmalısan. Fikrimi izah eləyə bilirəm. Ki, o cür durmuşsan ki, elə bilirəm ki, anlata bilmirəm, amma o cəhətdən deyirəm. Yəni, bir var insan bir əməlin müqabilində Allah əmr eləyir ki, bu işi görmə, ya nəhy eləyər. Bir var ki, Allahın əmri budur ki, sən qorxu halətində olmalısan, belə bir vəziyyətdə. Və yaxud belə bir halətdə, qorxu halətindən çıxa bilməzsən, Allahın əmridir. Özə baxın, qiblə məsələsi bilirsiniz, ən aktual mövzulardan biri idi. O zaman bilirsiniz, İslam Peyğəmbəri üzün Beytül-Müqəddəsə, yəni Qüdsə döndərmişdi. Namazı da ora qılırdı. Hətta Peyğəmbərə iradlar çox idi. Özdə kimin iradları idi? Baxın, bilirsiniz da, bəhanə axtaran adamlar həqdən boyun qaçırmaq üçün hər nə iş görsən bir bəhanə tapacaqlar. Hər nə iş görsən. Bir adam ki, istəyir haqqı qəbul eləyə, ona kiçik bir nişanə bəhsdir. Ki, onu qəbul eləyə. Adam ki var, o ümumiyyətcə haqq qəbul eləmək istəmir, aləmdə hər nə çevriliş eləsən onu qəbul eləməyəcək. Bilmirəm, biz haçan bu mövzuya toxunmuşduq. Allah Peyğəmbərə deyir ki, Peyğəmbər onlar səni qəbul eləməyəcəklər. Hətta deyir, onlara göydən, məsələn, ulduzların biri yerə nazil olsa,
onlar ona başqa bir təbiətin hadisəsi adını verəcəklər. Yetər ki, neynəsinlər? Qəbul eləməsinlər. Yəni, insan haqqı qəbul eləmək istəmirsə, ona heç bir nişanə təsirini eləməyəcək. O adam ki, görsən, haqq qəbul eləmək istəyir, bir kəlmə ilə başa düşür. O bir nəfər gəlmişdi, o səhranın ərəblərindən biri. Gəldi İslam Peyğəmbərinin görüşünə. Özü cümə günü idi. Peyğəmbər mənbərdə idi, mənbər edirdi. Deyir, Peyğəmbər ayəni oxuyurdu. Fəmən yə'məl miskalə zərrətin xeyrən yərə. Bu ayəni oxuyurdu Peyğəmbər, qulaq asdı. Daha Peyğəmbərlə görüşmədi. Məsciddən çıxdı, qayıtdı məmləkətinə, məntəqəsinə. Səhabələr deyir, Peyğəmbərə sual edirlər ki, ya Rəsulallah, sual olundu Peyğəmbərdə ki, ya Rəsulallah, axı bu səndən dinin haqqında öyrənmək istəyirdi. Sən bir o ayə ki oxudun, fəmən yə'məl miskalə zərrətin xeyrən yərə, hər kəs bir miskal, o kiçik bir zərrə qədər yaxşı iş görsə, onun mükafatını görəcək. Ya hər insan, hər kəs bir miskal, bir zərrə pislik eləsə, şərr iş görsə, onun əvəzini görəcək. Həzrət buyurdu ki, o adam buradan alim qayıtdı. Yəni, o artıq elm əhli kimi qayıtdı. Məsələ onun neynədi? Qəlbində istənilən təsiri qoya bildi. İndi görürsən, adam var, bir nişanədən qəbul edir. Adam da var, ömrünü həsr edib, hər nə yolla istəyir bəhanə eləyək ki, Allahın kitabını inkar eləyir. Adam var, Allahın kitabını qəbul eləyir, Peyğəmbəri qəbul eləyir, Peyğəmbərdən sonraki məsumları qəbul eləməsin deyin, cildlərlə kitab oxuyur. Saatlarla, günlərlə ömrünü ayırır, o batil məzhəblərin adamlarla diyalog qursun. Yetər ki, bir dəlil tapsın ki, özün müdafiə eləsin. Nə qədər asandır ki, insan elə bu qədər zəhmətin az bir hissəsini çəkə, haqqı qəbul eləyə. Keçində biz bir yerdə danışırdıq məsələni dostlarla. Dedim, insan bəzən haram məclislərə getmək üçün, ya haram işlərə addım atmaq üçün, özün müdafiə üçün görsən, nə qədər yollar axtarır, nə qədər zəhmətlər çəkir. Birdən o zəhmətin az bir hissəsini çəksəydi, o az zəhmətlə eləyə bilərdi, o haramdan neynəsin? Amanda qalsın. O haram məclislərə, haram işlərə getməsin. Haramın baş verilməsi üçün, haramı yerinə yetirmək üçün görürsən, yollar axtarır. Nə qədər zəhmətlər çəkir. Ki, o işi görəcək, sonradan o işinə bir bəhanə gətirsin, əlində bir dəlil tapsın, görürsən, fikrin, tamamı təfəkkürün, vaxtın ayırır ki, özünə bir müdafiə xətti yaratsın. Dəyərmi heç bunlara? İndi Peyğəmbərin də qibləsini qəbul eləmirdilər də. Bilirsiniz nə idi məsələ? Bir neçə səbəb var. Biri budur ki, bu ayədə mövzuda məsələ qiblənin təyinatıdır. Çünki mən ayəni oxuyum, ondan sonra inşallah sual verərsiniz, ya verməzsiniz, məsələnin arxası danışarıq. Bəqərə surəsinin 149-150-ci ayəsi ki, qiblənin mövzusundan bəhs edir ki, Peyğəmbər bilirsiniz də iki qibləli, hətta səmavi kitablarda Peyğəmbərin nişanəsinin biri bu idi. Ki, Peyğəmbər iki qibliyə namaz qılacaq. Bəziləri gəlirdilər Peyğəmbərə, deyirlər ki, sən axirin Peyğəmbər deyilsən. Əgər sən doğrudan da Peyğəmbərsənsə, bizim səmavi kitablarda nişanəm var ki, axirin Peyğəmbər iki qibləsi olacaq. Biri Beytül Müqəddəsə, biri sonradan da bilindi ki, Kəbiyə. Amma sən elə Beytül Müqəddəsə namaz qılırsan. Allah Müteal Bəqərə surəsinin 149-cu ayəsində bu cür buyurur. Və min haythu xərəctu fəvəlli vəchəkə şətrəl məscidil haram. Deyir, o zaman ki, o yerdən ki, o şəhərdən, o məntəqədən ki, deyir, çıxdınız, namaz vaxtı üzünüzü məscidul hərəmə döndərin. Və innəhu ləl-haqqu min rabbik. Bu sənin Rəbbin tərəfindən olan bir dənə həqiqətin özüdür. Haqq olan bir sözdür bu Allah tərəfindən. Hansı məmləkətdən ki çıxdın, üzünü neynə? Dolandır məscidul hərəmə. Və məllahu biğafilin amma tə'məlun. Allah o şeyləri ki, siz yerinə yetirirsiniz. O gördüyünüz əməllərdən Allah qafil deyil. Xəbəri var. O xəbərdardır siz nə işlər görürsünüz. Peyğəmbərə nə qədər əziyyət edirdilər. Ümumiyyətcə, baxın, əvvəldən Peyğəmbərlə heç bir sözün qəbul eləmək istəməyən adamlar, inadkar adamların aqibəti heç vaxt xeyir olmur. Bir haşiyə cümləsi deyil. Təəssübkeş adamlar ki var, ha? Haqq, nahaq bilməzlər. İnadkar adamlar ki var, onlar üçün haqq, nahaq bilinmir, elə öz inadlarında qalsın. İnadkar adamların heç vaxt aqibəti xeyir olmur.
İnadkar adamların həyatı ömrü boyu gərginlikdə keçir, aqibətdə də zəlalətlə ölürlər. Xeyrlə dünyadan köçmürlər. Çünki inadkardılar. Bunlar da Peyğəmbər əziyyət edirlər. Allah dedi və min haysu xərəctü fəvəlli vəcəhəkə şətrəl məscidil həram. Hansı məmləkətdən, hansı məntəqədən, hansı şəhərdən ki, o zaman ki çıxdın, hər o yerdən ki çıxmısan neynə? Üzünü dolandır Məscidül Hərama. Və innəhu ləl-haqqu min rabbik. Bu Allahından, Rəbbindən olan bir dənə həqiqətin özüdür. Və məllahu biğafilin əmmə tə'məlun. Sizin əməl elədiyiniz işlərdən Allahın xəbəri var. Allah bundan qəflətdə deyil. Yəni həm Peyğəmbər sən və sənin ətrafında olanlar və həm sizə müxalif olan cəbhələrin hamısından Allahın xəbəri var. Baxın, qiblə məsələsi bilirsən də insanların, ümmətin bir imtihanı idi. O zamanda nə çox müsəlmanlar var idi. Peyğəmbərin üzü Beytül Müqəddəsə namaz qılırdılar. Ayə ki nazil oldu namazın ikinci rükətində, zöhrüdə ya əsrdə, zehnimdən çıxıb ki, Peyğəmbər üzünü dolandırmalıdır Məscidül Əqsadan Məscidül Hərama, yəni o həmən Qüdsdən Məkkəyə tərəf döndərməlidir. Bəzi müsəlmanlar dönmədilər. Bu onun nişanəsidir ki, daxilən Peyğəmbərə iman gətirməyiblər. Əşhədu ən la ilahə illallah və əşhədu ənə Muhammedən Rasulullah sallallahu aleyhi və aleyhi və səlləm. Bu sözləri iqrar ediblər. Amma hələ canlarına hopmayıb, ruhlarına hopmayıb, ruhlarına təsir eləməyib. Peyğəmbər namazda dönür. Daxilən Peyğəmbərə bağlı olan o sayda adamlar Peyğəmbərlə döndülər. Bir qrupda dönmədi. Niyə? Üçün Peyğəmbərə iman gətirməmişlər. Allah orada Peyğəmbərlə həm zaman yaşayan, Peyğəmbərlə namaz qılanları imtihan edirdi. Ki, sizin namazınız nə qədər sizi Peyğəmbərə bağlayıb? Bir namaz, namazın mahiyyəti Peyğəmbərdən sizə ayırır. Baxın, gəl bir dənə də haşiyə cümləsi deyim. Bugün nə çox batil məzhəblərin namaz qılanları var. Var ya yoxdur? Var. Müxtəlif cəhətlərdən. Əgər o namaz insanı Peyğəmbərin qapısına tərəf döndərə bilməyibsə, nə faydası var? Peyğəmbər namazda qiblədən dönəndə bir qrup dönməmişdi. Namazı ilə məşğul idilər, nə Peyğəmbərin yolu ilə. Onlar öz işləri ilə məşğul idilər, Allahın əmri ilə yox. Allahın əmri buydu, Peyğəmbər üzünü dolandır. Peyğəmbər üzünü dolandırdı. Bunlar Allahın əmri ilə məşğul deyildilər, onlar öz işləri ilə məşğul idilər. O namaz məxsus işi idi, öz işi idi, nə Allahın işi. Allahın işi olsa dönərdilər. Bu Peyğəmbər zamanında bir növ insanların daxili imanının məsələsi idi. Daxili məsələsi idi. Və min haysu xərəctü fəvəlli vəcəhəkə şətrəl məscidil həram. Burada da yenə həmən sözü deyir, təkrar edir. Hardan ki deyir, çıxdınız, üzünüzü dolandırın Məscidül Hərəmə. Və haysu ma kuntum fəvəllu vucuhəkum şətrəh. Deyir, hansı yerdə ki durmusunuz, hardasızsa, o durduğunuz yerdə, harda durmusunuzsa, üzünüzü dolandırın ona. Deyir, hardan çıxmışsınızsa, üzünüzü dolandırın ona. Və yaxud deyir ki, harda ki dayanmışsınız, durduğunuz yerdən üzünüzü neyləyin? Üzü qiblə, yəni həmən Məscidül Hərəmə tərəf döndərin. لِأَلَّا يَكُونَ لِلنَّاسَ عَلَيْكُمْ هُجَّةٌ. Bilirsiniz nəyə xatirdir? Bu ona xatirdir ki, insanlara hüccət tamamlansın. Diqqət edirsən, insanların bəhanə yerləri kəsilsin. İnsanların hüccəti tamamlansın. İlləl-ləzinə zələmu minhum. Amma o özünə zülm eləyən adamlar ki var ha, özünə zülm eləyiblər ki, Allahın Peyğəmbərinin sözünü eşitməyiblər. Onlar üçün hüccət tamamlansa da yenə qəbul eləməyəcəklər. Bunlar inadkar adamlardılar. Gör, ayə sərihən nə cür izahat verir. Peyğəmbərə təsəllidir da bu. Ki, Peyğəmbər biləsən, sən bunlarla rastlaşacaqsan. Mən sənə deyirəm, hardan çıxmısan, hansı yerdən ki qədəm qoymusan, ya harada ki durmusan, üzünü dolandır hara? Məscidül Hərəmə. لِأَلَّا يَكُونَ لِلنَّاسَ عَلَيْكُمْ هُجَّةٌ. Bu buna xatirdir ki, hüccət tamamlansın insanlara. Deməsinlər Allah neynəmədi, bizim qibləmizi təyin eləmədi. İlləl-ləzinə zələmu minhum. Amma o adamlar ki, elə zülm bataqlığındadılar, elə inatkardılar, elə söz eşidən deyirlər. Onlar üçün hüccət tamamlansa da heç qəbul eləməyəcəklər. Burada deyir, bax, bizim sualımız, mövzumuz budur. Fəla təxşəvhum vəxşəvni. Onlardan qorxma. Peyğəmbər, məndən qorx. Yəni, ayənin bu mənası fəla təxşəvhum vəxşəvni.
Onlardan qorxma, məndən qorx, Allah deyəndə Peyğəmbərə. Onlardan qorxma, məndən qorxun mənası budur ki, onlar sənə, yəni o təhlükə yaratmaq istəyəcəklər. Belə bir təhlükələrdə Peyğəmbər, onlardan qorxmayasan, məndən qorxasan. Vəli utimmə ni'məti aleykum və ləalləkum təhtədun. Vəli utimmə ni'məti aleykum. Sizin üçün mən neymətimi tamamlayacağam və tamamladım neymətimi. Və ləalləkum təhtədun. Bəlkə siz hidayət olasınız. Yəni, bu qiblə də bir neymət idi ki, bu tamamlandı. O bəhanə axtaranlar ki, sizə hər dəfə onu bəhanə edirdilər, vəli utimmə ni'məti aleykum. Sizin üçün bu neyməti də tamamladım. Daha düşmənin o dil yarasına murtəkib olmayasınız. Əlbəttə, düşmənin sizə vurduğu o dil yarası da əsassız idi. O neyməti, bu neymətin indi vaxtıdır, mən indi tamamlayıram. Vəli utimmə ni'məti aleykum. Neymətimi sizə tamamladım. Və ləalləkum təhtədun. Bəlkə neynəyəsiniz? Siz hidayət olasınız. Ümid var, siz düz yola qayıdasınız. Yəni, Peyğəmbər qiblə də bir neyməti idi ki, mən onu da sənə tamamladım. Buna görə sənə əziyyət edirdilər. Buna görə sənə dil yarası vurdular. Mən bu neyməti də tamamladım. Bu neymət də bitdi. Burada ayədə Allah mütəal deyir ki, onlardan fəla təxşavhum və xşavni. Onlardan neynəyəsən? Qorxmayasan. Məndən qorx. Bu Allahın Peyğəmbərdən əmridir ki, Peyğəmbəri o halətdə görmək istəyir. Mənim nə səbəb oldu ki, qiblə Qüdsdə qalmadı, məhz Kəbəyə dəyişdi? Baxın qardaşım, bayaq verdiyimiz sualın içində də bir məsələ var idi ki, biz elə oradan yaddan çıxartdıq. Yahud və münafiqlər Peyğəmbərə irad tuturdular. Ki, biz, Yahud deyirdi ki, biz səmavi kitablarımızda oxumuşuq ki, Peyğəmbərin nişanəsi budur ki, 2 qibləli namaz qılacaq. Sən elə bir dənə Mətsül Əqsaya qılırsan. Düz. Bu bir. İkinci, əgər doğrudan sənin dinin kamil bir dindirsə, niyə özünə məxsus qiblə gətirməyib? Niyə səmavi kitablar bizim qibləmizə namaz qılırsan? Bu cəhətdən liutimmə ni'məti aleykumun bir mənası da budur. Peyğəmbər qibləni də dəyişdim, bu neyməti də tamamladım. Onlar münafiqlə Yahud day deməsin sənə. Həm sənin Peyğəmbər nişanən, Peyğəmbərli nişanən deyil. Bir tərəfə namaz qılmısan, 2, əgər sən kamil din gətirmirsən, niyə bizim qibləmizə möhtacsan? Diqqət edirsiniz. Buna görə Allah neynədi? Qibləni də dəyişdi. Baxın, səmavi kitablarda Peyğəmbərin nişanəsini 2 qibləli qoymaqla mənası bu idi ki, Peyğəmbərin qibləsi dəyişəcək. Daim. Hətta bəziləri deyirlər ki, sən özün iddia edirsən, mən Həzrət İbrahimin nəslindənəm. Niyə İbrahim tikən Məkkəni qoymuşsan, Mətsül Əqsaya namaz qılırsan? Bəziləri bu irad edirdilər. Sən cəddin ki, Həzrət İbrahimdir, oğlu İsmaillə zəhmət çəkib Kəbə tikib, niyə bu Kəbəyə tərəf üzünü dolandırmırsan? Bu bəhanələrdə Allah deyir, liutimmə ni'məti aleykum. Peyğəmbər sənə neymətimi tamamladım ki, o Yahud, o münafiqlərin sənə dedikləri o sözlər ki, niyə kamil din olsa, bunun qibləsi olardı. 2 qibləli namaz qılmalıdır o Peyğəmbərin nişanəsi. Cəddin İbrahim tikən Kəbəni qoyub başqa qibləyə niyə qılırsan? Bu bəhanələr kəsilməsi üçün Allah neynədi? Qibləni dəyişdi. Zaten bu Allahın hikmətidir ya. Bu bəhanə eləyənlərə görə Allah eləməyib ki bunu. Tək işi ora məhdudlaşdırmaq olmaz. Allahın hikmətində bu var idi ki, amma bu Allahın hikməti, təqdiri baş verəndə bunların da bəhanəsini neynirdi? Qarşısı kəsilirdi. Mən təşəkkür ederim. Çox sağ olun gəldiyiniz üçün, bu dəlillər, bu verdiyiniz məlumatlar üçün minnətdarıq. Allah razı olsun qardaş, mən də təşəkkür edirəm. Allah müvəffəq eləsin. Xidmətləriniz qəbul olsun inşallah. Sağ olun. Əziz izləyicilər, mövzumuzla bağlı verilişimiz sona yetdi. İnşallah Allah lütf eləsə, ömür olsa, digər mövzularımızla siz əzizlərin xidmətində olarıq. Allaha əmanət olun və səlamu aleykum və rəhmətullahi və bərəkatuhu.